Deməli, podkastımızın bugünkü mövzusu nəsil fərqi, beyin fərqidirmi? Podkastda əvvəlcə mən müəyyən statistikalarla başlamaq istəyirəm. Yəni Ümumdünya Səhiyyə Təşkilatının belə bir statistikası var ki, gənclik yaşı 45-ədəkdir və bu yaş statistikasında 60 orta yaş sayılır, daha yuxarı, yəni 75 yaşdan yuxarı insanlar isə ahıllar sayılır və uzunömürlülər siyahısı isə 90 yaşdan etibarən başlayır. Ölkəmizdə isə bu statistika bir qədər fərqlidir. Yəni bizdə 14, 24, 29 yaş aralığı gənclər sayılır və uzunömürlükdə isə biz 10 il daha artıq, yəni 100 yaşından yuxarı insanları uzunömürlü sayırıq. İlk sualım belədir ki, səncə gəncliyin yaşı neçə olmalıdır? Mənə elə gəlir ki, 23-24 yaşdan yəni gənc hesab oluna bilərik. O yaşa qədər bir yeniyetmə beynində olur da, yeniyetmə kimi düşünürük. Müstəqil olmuruq həm də. Gənclik yaşı həm də mənə gəlir ki, müstəqillik yaşından başlayır. O baxımdan bir 23 olsa, 23-dən 24-dən fikirləşirəm ki, gənc hesab olunuruq. Çünki müəyyən qədər təhsilini tamamlamış, müəyyən bir işə sahib olmuş adamlar oluruq. İnsan ancaq öz işinin sahibi olanda, müəyyən bir peşəyə sahib olanda, öz işini görəndə artıq müstəqil sayılır da. Bir gənc olaraq da elə yəqin ki, eyni o dövrdən yəni başlayır mənə elə gəlir. Bu məsələdə əslində mən daha konkret düşünürəm. Düşünürəm ki, gənclik yaşı həm 29-da bitməməlidir. Çünki çox erkən bitdiyini düşünürəm. Düzdür, üst bir qədər necə deyirlər, jest eləyib insanlığa və 45-ə qaldırıb. Son bir ildə daha əvvəlki illərdə 44 sayılırdı bu rəqəm deyim ki. Amma ən azından bir insanın özünü dərk eləməsi məsələsi sən demiş 23-dən başlayır, hətta mən deyərdim ki 25-dən başlayır və bu məsələdə biraz daha konkret olardım ki, hətta 23-25 yaşına da insanların bir sıra məsələlərdə həlledici qərarlar verməsinin məqsədə uyğun olmadığını düşünürəm. Xüsusilə ailə münasibətləri və s. Çünki statistik olaraq baxsaq, daha erkən yaşlarda qurulmuş nigahlar daha tez pozulur. Daha gec yaşlarda, 25 yaşından sonra nigah qurmuş, ailə sahibi olan insanlarda bu proses daha az, yəni geriləmə hiss olunur. Bu məsələdə tam olaraq sənə qatılıram. Gənclik yaşının uzun müddətli olması məsələsində də razıyam. Yəni 45 yaxşıdır əslində. Qoca yaşı sayılmır da, yəni yaşlı sayılmırsan 45-də, hətta 55-də falan insan özünü gənc hiss edə bilər, gənc sayılır, kifayət qədər əmək qabiliyyətli olur axı. Yəni əmək qabiliyyətin varsa, rahat işləyirsənsə, həyat tərzin qaydasında, yəni özün idarə edirsənsə hər şeyi, gənc sayılırsan da sən. Ümumiyyətlə maraqlıdır. Niyə bizi belə kateqoriyalara bölürlər? Özümüz bölürük də yəqin. Əgər biz düşüncə fərqlərini nəzərə alsaq, bu düşüncə fərqləri yaş kateqoriyaları arasında daha çox hansı hissələrdə yaş fərqlərini görürsən, müşahidə edirsən ya da qarşılaşırsan deyim, səni narahat edir ola bilər? Düşüncə fərqi mənə elə gəlir ki, bir 20 yaşla o fərq daha çox hiss olunur. Məsələn, kimləsə aranda bir 10 yaş, 15 yaş fərq varsa, elə də çox hiss olunmur. Hətta evlilərə də baxanda görürsən ki, 15 yaşla belə bir fərqlə də, kimsə 15 yaş aralarında fərq olan insanlar evlidirlərsə, onların ailələri normal, yaxşı, yəni bir-birlərini də başa düşürlər, normal ailələri olur. Bu 15-i keçir, belə 20-yə yaxınlaşır, 20-ni artanda insanlar bir-birlərini başa düşməkdə çətinlik çəkirlər. Adicə, məsələn, biz 90-lar nəsliyik də. Yəni, baxıram ki, 2000-lərdən sonra, 2010-dan bəri gələn uşaqlar çox ayrı, fərqli təfəkkürdədirlər, çox fərqlidirlər. Amma 90-lardan bəri, məsələn, 2000-lərin əvvəlində olanlarla müəyyən bir razılığa gəlmək olur, fikirlərin üst-üstə düşür, onların da yaşı artdıqca görsən ki, səndən eyni cür düşünməyə başlayırlar. Məsələn, 2000-lərin əvvəlində doğulan uşaqlara fikir verirəm, onlar 18-20 yaşlarına qədər çox da mənim sevdiyim məsələn musiqiləri sevmirdilər, retronu sevmirdilər, retro musiqilərin araları yox idi. Amma indi fikir verirəm ki, onların bir 25-ə yaxınlaşıblar, onlar da retro sevirlər. Musiqi zövqü məsələsində bir nüans var. Məsələn üçün, əvvəllər yaşlı nəslin qulaq asdıqları mahnılar, retro olsun, muğam olsun ya da ki, caz muğam qarışıq olsun. Onlar həmin mahnılara qulaq asanda mən deyirdim,
Necə qəribə musiqidir. Və elə bir period yaxınlaşır ki, onların qulaq asdığı mahnılar mənə çox xoş gəlməyə başlayıb və fikirləşirəm ki, halbuki mən bu tərzə muğam olsun deyək ki, çox böyük bir, nə bilim, çeşidlik növünə daxildir və çox gözəldir, rəngarəngdir. Amma mənə çox qəribə gəlirdi. Amma indi baxıram ki, necə gözəl tonları var, çalarları var, mənə xoş gələn bir ahəngi var. Və yaşlı nəsli qınadığım hissədə onların zövqlərini dəstəkləməyim çox qəribədir. Bilmirəm, məncə bir çox insan bu prosesi yaşayır sanki. 2000-lərlə 90-lar arasında o hiss elədiyim fərq də budur əslində. Yəqin ki, müəyyən hər yaşın öz zövqü var da. Ona görə o yaşa gəlib çatanda biz də o birlər kimi düşünməyə başlayırıq. Mənə digər bir maraqlı sual yaşlı nəslin davranışları ilə bağlıdır. Düşüncə və davranışlarından bizə ən çox absurd gələn nələrdir? Yəni biz tam gənc nəsildə deyilik, yaşlı nəsildə deyilik. Üstün statistikasında düzdür gənc nəsli, amma yenə də bir məndə onların arasında bir keçid də deyə bilərik. Onların hərəkətlərindən sənə absurd gələn, gənclərin olsun və ya yaşlıların olsun, absurd gələn nələrsə varmı? Bunu əslində bəlkə də fikirləşirəm yaşla bağlı deyil. Bu davranış məsələsi, sadəcə dövr məsələsidir. Məsələn, indi məndən hardasa bir 10 yaş, 15 yaş böyük adamların məsələlərə yanaşması mənə bəzi məsələlərdə çox absurd gəlir. Adət-ənənələrlə bağlı, məsələn, toyla bağlı, olsun yaslarla bağlı. Onlar bu dövrlə də bağlıdır da. Onlar o standartların içində qalıblar. Elə bilirlər ki, elə belə də yaşamaq lazımdır. Ondan çıxmaqda çətinlik çəkirlər. Və toy və yas məsələsində, xüsusilə toyda gəncləri bu şablonlara sığışdırmağa çalışmaqları çox qəribədir. Gənclər biraz Avropa sayağı, daha müasir və rahat stillərə üstünlük verirlər. Düşünürük ki, rahatlığımızı kənara qoymamalıyıq. İstər geyim olsun, istər zinət əşyaları olsun, istər mərasimin keçiriləcəyi zal olsun. Biz çalışırıq ki, əvvəl komfort, sonra əyləncə olsun, amma yaşlı nəslin ətrafı nə deyər? Bizi görənlər, hətta qızıl seçimində belə mən bir cütlüklə getmişdim. Qaynana dedi ki, o qızılı qəti seçmə. Deyərlər ki, qaynanası pis qızı oldu da ona. Və çox qəribədir. Yəni bir insan zövqünü ətrafa uyğunlaşdırmaq səncə nə dərəcədə düzgündür? Mənə görə düzgün deyil. Yəni mənə görə də önəmli olan müəyyən dəyərlər çərçivəsində insan öz necə rahatdırsa elə yaşamalıdır da. Amma onlar bizdən bir 10 yaş, 15 yaşı artıq olan adamlar, xüsusilə də 40-45-də olanlar, biraz ondan daha çox olanlar, onlar o çərçivədən çıxa bilmirlər. Belə görüblər də, yəni uşaqlıqlarından da belə görüblər, nənələri, babaları da belə yaşayıb. Sonra anaları, ataları da o qaydalara boyun əyiblər. Onlar üçün çətindir də, yəni çıxa bilmirlər. Biz elə bil ki, bilmirəm, texnologiya məncə bizi biraz bizi təkmilləşdirib, biz çünki daha çox şey görürük. Biz sərbəst nümunələri gördüyümüz üçün bizə o çərçivədən çıxmaq daha rahat olub. Biz valideynlərimiz desə belə özümüz başqa nümunə var deyə ona əsas götürüb deyirik ki, yox da, yəni bu nümunə var, mən bundan istifadə etmək istəyirəm, bu yolla getmək istəyirəm. Amma onlar görməyiblər yəqin, ona görə çox əziyyət çəkiblər və o çərçivədə qalıb. Və absurd gəlir onlara. Bir gəncin belə bir reaksiya verməyi və ənənələrdən o həmin çərçivədən kənara çıxmaqları onlara dəhşətli dərəcədə absurd gəlir ki, necə yəni? Axı bizdə belə idi, siz necə belə eləyə bilərsiniz? Yaşlı nəslin bir də çox istifadə elədiyi bir fraza var. Mən sənin vaxtında, biz sizin vaxtınızda. Ağlına ilk nə gəlir məsəl üçün? Biz sizin vaxtınızda nə? Məsəl üçün biz biraz tənbəl nəsilik. Mən bunu ən çox anamdan və nənəmdən eşidirəm. Mən sənin vaxtında, bilirsən necə qoçaq idim, nə bilim dağ üstünə qoyuldum, falan şeyi falan eləyirdim. Siz çox tənbəlsiniz. Sizin gələcəyiniz necə olacaq? Mənə bunu deyəndə mən həmişə bunu biraz başqa tərəfə çəkirəm. Deyirəm ki, sizin vaxtınızda qidalar daha keyfiyyətli idi, həyatınız daha sakit idi, rahat idi, texnologiya bu qədər həyatınıza sirayət eləməmişdi də. Buna görə siz daha az yorulurdunuz, kənar təsirlərə az məruz qaldığınız üçün bizdən daha güclüydünüz, psixoloji olaraq, fiziki olaraq. Amma bizdə elə deyil də vəziyyət. Gün ərzində çox ciddi gərginlik içərisində oluruq. Qaça-qaçda oluruq, harasa tələsirik daim olaraq. Bu da bizi həm psixoloji yorur, həm fiziki olaraq yoruluruq. Tənbəllik deyil məncə bizimki.
Biraz da elə bir hər şeyə əl çatanlığın gətirdiyi rahatlıq ola bilər. Çünki onlar tutsam ki, bir yerdən başqa yerə zəng eləmək üçün hər hansı bir vasitədən istifadə edirdilər, nə bilim saatlarla gözləyirdilər, məktub yolluyurdular. Sanki onun dəyəri daha mı qəşəng idi? Əl çatanlıq mı dəyərsizləşdirir prosesi yoxsa sanki o da biraz təsir edici amildir məncə. Yaşlı nəslin dəstəklədiyi və mənim xoşuma gələn ən önəmli nüanslardan biri, onlar hər hansı bir prosesi bitirməyə meylli deyillər. Qırılan əşyanı atmağa meylli deyillər. Çalışırlar onu fiks eləsinlər. Nəsə bir bərpa prosesinə salsınlar və onu saxlasınlar, qorusunlar. Münasibətlərdə mübahisə varsa, onun yekununun səhv bir yerə gedəcəyini görürlər və çalışırlar ki, müəyyən bir yerdə saxlasınlar. Yeni gənclik, yəni bizdə bu çox konkretdir. Əşya qırılsa at. Xoşuna gəlmirsə yenisini al. Münasibətlər səni qane eləmirsə və rahatçılığını pozursa, onu saxla, yenisinə başla. Yəni yeni gənclik daha tez tükədir bir şeyləri, informasiyanı, dostluğu, münasibətləri. Mənə görə yaşlı nəslin ən gözəl xüsusiyyətlərindən biri budur da. İnsanlar çalışır ki, qorusun, bərpa eləsin və ayırmasın. Bəlkə də onların ailə münasibətlərini hələ də davam elətdirmə səbəblərindən biri budur. Adamlar kökləniblər ki, biri ilə münasibət qururam və bu əbədi və əzəli olmalıdır. Bu mənim onlarda ən gözəl, ən xoş qarşıladığım xüsusiyyətlərdən biridir. Belə nüanslar varmı sənin diqqətini çəkən və bəyəndiyin? İş baxımından var. Sənin fikirlərindən razıyam. Mən də o tərəfi çox bəyənirəm. Əslində elə olmalıdır. Bizdə sadəcə indi seçim imkanları çoxdur deyə fikirləşirəm, bunun təsiridir. Bu qədər hər şeyi çox tükədirik. Alternativlər əlimizdə var deyə. Ona görə vaz keçirik, o birisinə keçirik, fikirləşirik ki, o biriləri var da alternativlər əlimizdə. İş baxımından yaşlı nəsli çox təqdir edirəm və idarəedici şəxsləri də görürəm ki, onlar da onları daha çox təqdir edirlər ki, yaşlı nəsil daha zəhmət sevərdir. Adamlar canla başla işə yanaşırlar, amma gənclər elə deyil. Gənclər belə bir tendensiyadır sanki heç kəsin əlinin altında işləmək istəmirəm, mən də öz işimi quracam. Düzdür, yaxşıdır, yəni hər kəs öz işini qurmalıdır. Ola bilər də, yəni kim bacarırsa işini qursun, müstəqil olsun, rahat işləsin. Amma təbii ki, öz işini qurmağın da öz çətinlikləri var da. Sanki heç bu tərəfi düşünmədən, ümumiyyətlə heç kəsə tabe olmuram, heç kəsdən söz eşitmək istəmirəm. Halbuki söz eşitmək də deyil də, işin öz qaydaları olur, o qaydalara riayət eləmək. Bu özü də insanda bir intizam yaradır da. İşdə qazandığın o keyfiyyətlər sonra sənin öz şəxsi həyatına da sirayət eləyir də. Şəxsi həyatında da başlayırsan müəyyən şeyləri tətbiq eləməyə. Məsələn, iş üçün məcbursan, hər səhər saat 9-da işdə olasan, erkən oyanasan, günə tez başlayıb, həyata tez başlayasan, zəhmətsevər olasan filan. Bu sonradan sən işə getməsən belə, başlayırsan səhər erkən oyanmağa, özün üçün vaxt ayırmağa. Yəni bu baxımdan belə biraz çılğın yanaşmaq mənə görə yaxşı deyil. Yaşlı nəsil o baxımdan daha yaxşıdır. Hətta bir nümunə danışım. Deməli, bir dəfə taksiyə minmişdim. Yaşlı bir kişi gəlmişdi. Biz buna yaxşıca bir söhbət elədik. Dedim ki, sizdən əvvəl mən bir neçə taksi götürdü sifarişi, amma rədd elədi və zəng eləyib danışanda da səs tembrindən hiss elədim ki, gənc oğlanlar idi və onlar dedilər ki, yol mənə uzaqdır, mən o küçəyə girmək istəmirəm filan, gəlmədilər də. Həmin gələn o yaşlı kişi də mənlə razılaşdı. Dedi ki, bəs özü də fikir verir ki, gənclər həqiqətən də elədilər də. Məsələn, 3-5 manat onlar üçün dəyərsizdir və ölçürlər, biçirlər, daha çox qazancları olmayacaqsa, heç o sifarişin arxasınca getmirlər. Amma adam öz halından çox məmnun idi. Deyirdi ki, mən 3-5 manata fikir vermirəm. Demək olar ki, əksər sifarişləri qəbul edirəm. Hamısına da canla başla gedirəm və mənim aylıq qazancım çox yaxşıdır. Adam qazancından razılıq eləyirdi və o gəncləri elə qınayırdı ki, gənclər bu cür hər şeyə naz eləyirlər. 3-5 manatlıq sifarişin arxasınca getmir, problem axtarır ki, yol pisdir, nə bilim, o küçə mənə uyğun deyil filan. Ayın axırında deyir ki, yaxşı gəlirim yoxdur da, mən taksidən yaxşı qazana bilmirəm. Bu şeyi dəfələrlə başqa-başqa işlərdə, fərqli məqamlarda da görürəm ki, gənclərdə bununla bağlı problem var. Özüm də yəni öz həyatımda bunu çalışıram ki, özümə nümunə götürüm ki, biraz daha belə çılğın olmaq lazım deyil. Elə məqamlar var ki,
sınaqdan çıxmış təcrübələrə sığınmaq lazımdır. Düzdür, haqlısın. İndiki gənclik sanki mən fokusludur. Əvvəlki nəsillər biz fokusludur. Yəni mərkəzdə biz varıq. Bir də dediyim məsələ çox düzdür. Onlar qazancları ilə çox qənaətlənirlər və onlara tutalım ki 300 manat qazanırlar və fikirləşir ki mən ay sonuna qədər bu məbləğlə dolanacağam. Bu mənə bəsdir. Biz gənclikdə sanki biraz özünü bilmirəm, özü ilə bağlıdır, özünü çox yaxşı, yüksək qiymətləndirməsi əslində çox gözəl bir şeydir. Sadəcə qane olma bacarığının bu qədər tez dəyişkən olması biraz insanda onların dəyişkən ruhlu olduğunu da düşünməyə səbəb olur məncə. Dəyişkən ruh bir də yenə də sosial medianın təsiri. Düzdür. Çünki yaşlı nəsil sosial mediaya baxıb oradakılarla özlərini müqayisə eləmirlər. Mən onlara fikir verirəm, yəni o müqayisə yoxdur onlarda, amma gənclər eləyirlər. Yəni bunu açıq etiraf eləməsələr belə hər kəs baxıb bir yarışdadır sosial mediada olanlarla. Halbuki bilirik ki, o sosial mediadakı həyatlar əksəriyyəti real deyil də, bunlar gerçək deyil. Yəni hər biri hazırlanmış bir şounun bir parçası kimidir də sanki. Yaşlı nəsil amma onların rəqabət apardıqları kimləri idi? Ancaq maksimum şəkildə, yəni yaxın qonşularla rəqabət aparardılar, qonşu ilə. Ya da ki, nəsildə kimdənsə ki, mən də daha çox qazanım, ondan daha yaxşı olsun evim, uşağıma daha yaxşı təhsil verim. Və bu realdır. Bu yarış mənə real gəlir də, yəni realdır. Bir insan bunu real həyatda yəni bacarırsa, sən də bunu belə bu cür bacaracaqsan. Amma gənclərin apardığı mübarizə reallıqla yox, xəyali bir şeylə sanki mübarizə aparırlar. O da çox çətindir, yəni hansı nəticəyə gələ biləcəksən və nəticəni əldə edəndə də o zövqü yaşaya bilmir. Çünki görür ki, reallıqda əslində hər şey fərqliymiş. Yəni bunu bir göstəriş üçün hazırlanmış bir şeydir də bu. Yaşamadı, necə deyim? Məsələn, kimsə hansısa gedib villanı kiraya götürüb, oradan öz səhər həyatını, axşamını paylaşırsa, bunun doya-doya zövqünü yaşamır. Çünki o villa onun deyil. O villanı o əziyyətinə, zəhmətinə əldə eləməyib. O yolları keçməyib o. Sən də sabah onu kimi gedib kiraya götürüb yaşayanda, orada o həyatı təqlid eləyəndə görürsən ki, yox. Yəni zövq yoxdur da bunda. Gerçək zövq yoxdur bunda. Keçmiş nəsildə məncə bu məsələdə digər əks nüans budur ki, onlar vardısa, məsələn, mülkləri varsa, onu göstərməmə tərəfdarıdırlar ki, gözləyər, qonşunun bəlkə yoxdur, özünü pis hiss eləyər, tutam ki, bu yeməyi paylaşmayaq, ya da ki, qoxusu qoy çıxmasın, bəlkə qonşunun evində qazan asılmayıb. Onlar daha çox etik davranış qaydaları ya da toplum olaraq qaydalara daha nəzakətli və həssas idilər sanki. Empati hissləri daha çoxdur bizdən, gənclərdən yəni. Yaşlı nəsildə məncə mənim bəyənmədiyim yeganə xüsusiyyət bir növbə mədəniyyətləri məsələsində yaşı çox ortaya atırlar. Bir də metrolarda boş yer üstündə və ən çox da gənc nəslin oturması ilə əlaqəli çox həssasdırlar. Gənc nəslin başının üstündə dururlar, xüsusilə gənc oğlan və ya qız fərqi yoxdur. Onu mənəvi narahat edirlər. Daha sonra sözlü narahat edirlər. Əgər yenə də hər hansısa bir təsir ala bilmədilərsə, digər tərəfdən ətrafları ilə dialoqa girib həmin şəxsi utandırmağa çalışırlar. Məncə yaşlı nəslin bu xüsusiyyəti olmasa, çox ideal bir nəsildirlər və biz onlardan örnək götürməliyik sanki. Bəlkə buna görə son vaxtlar gənclərin hamısı qulaqlıqla gəzir. Eşitməmək üçün. Bəzən də yatmaq taktikası var. Yatırsan da eşitmirsən.